ərazisinin ümumi vəziyyəti necədir? Tarixi mənbələrə görə Güney Azərbaycan ərazisi ən az 180 min kvadrat metr sahə ilə hazırda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və Qəzvin ostanları, Bicar, Qurvə, Astara bölgələrini əhatə edirdi. Bölgə əhalisinin 15-16 milyon olduğu təxmin edilir. Azərbaycan türkləri bölgə əhalisinin 90%-ni təşkil edirlər. 1925-ci ildə Pəhləvi sülaləsi İngiltərənin köməyi ilə Azərbaycan imperiyasının bir hissəsi olan Məmalik-i Məxrusiyə Qacarı ələ keçirərək bir neçə məmləkətdən ibarət bu imperiyanı İran adlı qondurma və vahid bir dövlətə çevirdi. Hakimiyyətə gəldikləri zaman Pəhləvilər ilk öncə vahid Azərbaycanı parçalayaraq, onu ostanlara və vilayətlərə böldülər. Həmçinin Azərbaycan və Türk adlarını farslaşdıraraq İranlaşdırma siyasəti həyata keçirdilər. Məsələn, Araz adını Ərəz, Savuc bulağı Mahabad, Qoşa çaymayan Duab, Sinandaşı Sənəndəş və Sarıdaşı Sərdəş adlandırdılar. Bu siyasət nəticəsində mindən çox şəhərin, kəndin, dağın və çayın qədim türk adları dəyişdirilərək fars adlarla əvəz olundu. 1937-ci ildə mərkəzi hökumətin siyasi hədəfi istiqamətində etnik bölgələr yeni vahidlərə bölünərək 10 yeni ostan, vilayət yaradıldı və Cənubi Azərbaycan ərazisi 4 üstan halına gətirildi. 1. Zəncan, Qəzvin və Astara ostanı. 2. Təbriz, Ərdəbil ostanı. 3. Urmiya, Xoy, Savuçbulaq, Marağa, Bicar ostanı. 4. Həmədan üstanı. Bu bölgü zaman ərzində dəfələrlə Azərbaycanın əleyhinə dəyişildirildi. Zəncandan ilk öncə Astara bölgəsi alınıb Gilan ostanına verildi. Xümeyni də Pəhləvi kimi eyni anti-Azərbaycan və anti-Türk siyasətləri şiddətlə davam etdi və Batı ölkələrin əmirlərinə qulluq etdi. İnqilabdan sonra da Qəzvin bölgəsi yeni bir ustan halına gətirildi və 3-cü ostan, yəni Şərqi Azərbaycandan kəsilən Ərdəbil bölgəsi Ərdəbil ostanı kimi qarşımıza çıxdı. 4-cü ostan, yəni Qərb Azərbaycanın Bicar, Garus və Qurvə bölgələri Kürdistan əyalətinə verildi. Tarixdən bugünkü Kürdistan vilayətinin adı Ərdalan olmuşdur və mərkəzi indiki Sənəndəc şəhəri idi. Bu ərazilər Azərbaycan torpaqları sayılır və türklərin qədim yaşayış yerlərindən olmuşdu. Kürdistan adlı inzibati bölgə ilk dəfə Azərbaycan torpaqları üzərində yaradılmışdı. Dostlar, təxminən 90 il əvvəl Rezaxan Mirpənc tərəfindən Sənəndəcdən Azərbaycan adının götürülməsi və 1337-ci ildə Kürdistan vilayətinin yaradılması nəticəsində Sənəndəc vilayətinin qərb bölgələri Mərivan, Kamyaran və Sərvəbad Kürd yaşayış yerlərinə çevrilmişdir. Həmçinin İraqdan gətirilən Kürd tayfaların bu ərazilərə yerləşdirilməsi nəticəsində yerli türk əhalisi köçməyə məcbur olmuşdur. Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin sənədlərində Sənəndəc adına rast gəlinmir.